Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın mətnini təqdim edirik. 1. Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramı bundan sonra dövlət proqramı təsdiq edilsin, əlavə olunub. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 3.1. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin. 3.2. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının prezidentinə məlumat versin. 4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün fəvqə işlər görsün. 5. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sifarişi əsasında iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzi həyata keçirsin. Xeyirli olsun.